bu dünyada hər birimiz zəhmətkeş olmalı, faydalı əməklə məşğul olmalıyıq. Faydalı əmək dedikdə biz onun həm şər'i və həm də hüquqi tərəflərini nəzərə alaraq deyirik. Elə əməl etməməliyik ki, həm şəriətin əleyhinə iş görmüş olaq və həm də hüququn, cəmiyyətin, necə deyərlər, qəbul elədiyi qaydanın, qanunun əleyhinə olmuş olsun. O cümlədən də o əməyin bizim üçün faydası olsun. Bir sözlə, əziz möminlər, tənbəllik, boş-boş vaxt keçirmək İslam şəriətində haramdır, qadağandır. Hədislərdən əldə olunmuş nəticə onu göstərir ki, bu dünyada boş-boş işlə məşğul olmaq, yəni faydasız bir işlə məşğul olmaq və yaxud da ümumiyyətlə faydalı bir işlə məşğul olmamaq öz rozisi üçün, öz dünya və axirət işləri üçün zəhmət çəkməyən şəxsin Allah yanında heç bir dəyəri yoxdur. Müttəqilərin imamından da, o cümlədən də İmam Cəfəri Sadiq əleyhissalamdan da nəql edilmiş bir hədisdə İmam əleyhissalam buyurur: Allahın iki şəxsdən nifrəti var. Yəni iki şəxsə Allah nifrət edər. Onlardan biri vaxtını boşa keçirənlər, digərləri isə tənbəl insanlardır. Bu hədisin, bu rəvayətin məzmunu onu göstərir ki, insan təkcə ibadətləri ilə, insan təkcə hansısa savab əmələ əncam verməklə deyil, eyni zamanda faydalı bir işlə məşğul olmaqla da uca Allahın yanında böyük dəyər, böyük qiymət sahibi ola bilər. Amma o insanlar ki, zəhmətə alışmırlar, o insanlar ki, ruzilərində səhlənkarlıq edirlər, o insanların həm dünyaları zay olar, həm də axirətləri. İmam əleyhissalam digər bir hədisində buyurur ki, dünya işləri üçün tənbəllik edənlər axirət işləri üçün də tənbəllik edəcəklər. Ona görə də faydalı işlə məşğul olmaq məsumlarımız tərəfindən qəti şəkildə bizə əmr edilmişdir. Amma biz bilirik ki, faydalı bir iş dedikdə həmin işin qanuniliyi, həmin işin şər'i əsaslarla üst-üstə düşməsi şərtdir. Çünki Qur'an qəti şəkildə bizi haram ruzidən çəkindirir.